Bugün 114 nəfərdən ibarət daha 25 ailə doğma yurduna qovuşub. Respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşan həmin ailələr Xocavəndin Xanoba kəndinə qayıdıblar. Uzun illər dədə-baba yurtlarının həsrətini çəkən keçmiş məcburi köçkünlər mərhələli şəkildə geri dönüb, azad ərazilərdə salınan şəhər və kəndlərdə yeni həyat qururlar. Bugün daha 25 ailə Xocavəndin Xanoba kəndinə qayıdıb. Uşaq vaxtından kənddən çıxan idim, amma bugün inşallah evlatlarımla gəlmişəm bura. Allah şəhidlərimizə rəhmət eləsin, onların sayəsində gəlmişik bu torpaqlara. Kəndimizin bərpa olunmağı da çox gözəl. Neçə ildə evimiz olmayıb da çox fərəh hissi keçirdik. Sevindik ki, bugün bizim artıq da evimiz var bizim də. Kəndə dönənlərin rahat və təhlükəsiz yaşayışı üçün bütün lazımi şərait yaradılıb. Əlbəttə ki, sevincimiz var, sevincliyik ki, gəldik öz yerimizə, yurdumuza. 5 otaqlı ev bizə təqdim ediblər. Piravanlıq olsun, azad piravan yaşayaq. İşğaldan azad edilən ərazilərdə böyük tikinti bərpa işləri görülür, sosial və infrastruktur layihələri icra edilir. Bunun nəticəsi olaraq qayıdış prosesi də sürətlə gedir. Rəşidə Zülfüqarova, İlgün Qəmbərov, ASTV Xəbər.